Birisi, hər bir halda bunun keçirilməsi qonşu dövlətə, yəni Azərbaycana münasibətdə verilən səhv siqnaldır. Amma bu təlimlərin keçirilməsi və bunun hazırda elan olunması ilə bağlı Ermənistan hökuməti həm daxilə, həm də xarici ünvanlanmış bir neçə, belə deyək, mesaj və yaxud da ki, hədəfi fokuslayıb. Hesab edirəm ki, hazırda Ermənistan daxilində millətçilərin, o revanşist qüvvələrin yenidən aktivləşməsi, deyək ki, impeachment məsələsini gündəmə gətirməsi, baxmayaraq ki, onların orada böyük şansı olmasa da, hər bir halda siyasi establishmenti məşğul etmək səyi və yaxud da ki, Moskvadan artan təzyiqlər, Robert Koçaryanın ora səfər etməsi və ehtimalın Kremldə keçdiyi yüksək səviyyəli görüşlər və s. Öncəsi Putin deməli, ətrafı və yaxud da ki, belə deyək də, Kremldə Ermənistana dəstək verən qüvvələrin Ermənistanla o həmrəyliyi ərəfəsində Paşinyan hökumətinin öz mövqeyini gücləndirmək məqsədindən bu təlimləri keçirməsi ehtimallardan biridir. Yəni, ölkədə komandan mənəm və sərhədləri qoruyuram, əhalimi də qoruyuram və bu istiqamətdə vəziyyətə nəzarət etmək. İkinci, amma buradan verilən başqa bir məsələ deyək ki, Avropa İttifaqının orada müşahidə missiyası yer alıb. Bu müşahidə missiyasının, necə deyirlər, öz cədvəlini doldurması, report verməsi üçün bir məşğuliyyətdir. Deməli, doğrudan da sərhəddə gərginlik var və Ermənistan da, necə deyirlər, hipotetik də olsa öz hazırlıq işlərini görür. Deməli, Avropa İttifaqının missiyasının burada olması tamamilə əsaslıdır və s. onların nöqteyi nəzərindən. Və başqa bir məqam isə Ermənistanın Avropa İttifaqının müşahidə missiyasının vasitəsilə də davamlı olaraq gündəmə gətirdiyi bir məsələ var. Bunlar istəyirlər ki, deyək ki, orada hansı insident olarsa, ona nəzarət mexanizminin yaradılması. Burada, bilirsiniz, hədəfdə olan nədir? Bilirsiniz ki, Azərbaycan tərəfi bildirir ki, Ermənistan atəşkəsi pozur. Ermənistan onu inkar edir. İndi təklif olunur, deyək ki, üçüncü bir qüvvə, çünki tərəflər bir-birini qarşılıqlı ittiham edirlər. Üçüncü bir dövlət gəlir, onun artıq tərəflərdən birinin mövqeyini saxlayır, bu kifayət eləmir. Deməli, dördüncü bir qüvvəyə ehtiyac var. Artıq 4 dövlət oldu. Bu tərəflər 2-2 nisbətində 5-ci qüvvənin deməli, neytral mövqedə olan dövlətin elan olunması. Bununla biz görürük ki, hardasa 5 dövlətdən ibarət bir mexanizmin yaranmasına yol açılır. Bu isə həmin o Ermənistanı ki, həmişə davamlı olaraq elan elədiyi ki, gəlin birgə nəzarət mexanizmləri yaradaq və s. Hansısa bir institutlaşmaya gedən yolun, bunun hamısı onun hədəfləridir. Və Azərbaycan tərəfi 30 illik münaqişədə kifayət qədər dərs çıxardıbdır bütün məsələlərdən və ona görə də məsələlərini yerindəcə planlaşdıra bilir. Ona görə bu keçirilən deməli, o təlimlərin də necə deyirlər, Azərbaycanın öz sərhəd nəzarətini həyata keçirməsi, öz xarici siyasətində münaqişənin həlli istiqamətində həyata keçirdiyi məsələlərə ciddi təsir yoxdur, amma hər bir halda Ermənistan hökumətinin hazırki şəraitdə atdığı növbəti səhv addımlardan biridir.